Bu bir nəzəriyyədir, adı üstündədir. Onun bir çox müddiaları və iddiaları hələ isbatlanmayıbdır. Mən xüsusən də təkamülçü ateistlərlə qarşı tərəfin debatlarına baxmışam. Məsələn, onlardan biri Richard Dawkins'dir. O, bugün ən məşhur ateistlərdən biridir. Onun Anglikan kilsəsinin arxiyepiskopu ilə debatına baxarkən, yaxud Oxford İnstitutundan bir John Lennox var. Oxford Universitetinin riyaziyyatçısıdır. O, teist nöqteyi nəzər müdafiə edir. Onunla debatlarında gördüm ki, Richard Dawkins özü bioloq olmağına baxmayaraq, bir çox məsələləri sadəcə nəzəriyyə olaraq deyir. Bir misal gətirəcəyəm. Ona sual verirlər ki, informasiya daşıyıcısı olan, bugün informasiya daşıyıcısı olan, genetik informasiya daşıyıcısı olan DNT. DNT necə formalaşıb? Yaxud DNT indiki vəziyyətə gəlmədən qabaq hansı informasiya daşıyıcı mexanizmlər olub? O buna cavab verə bilmir. Yaxud buna sual verirlər ki, yenə debat şəraitində sual verirlər ki, insan şuuru necə meydana çıxıb? Dillə şuurun bir-birinə münasibəti nədən ibarətdir? O sadəcə təxminlərini söylüyor. Yaxud sual verilir ki, cansız materiya mühitində canlı mühit, canlı orqanizmlər necə yaranıb? O sadəcə təxminlərini irəli sürür. Heç nə laboratoriyada isbatlanmayıb. Bu baxımdan təkamül böyük nəzəriyyədir. Amma dinin qarşısında dayandığı üçün, teist nöqteyi nəzərin qarşısında dayandığı üçün böyük nəzəriyyədir. Onu yaxşı müdafiə edirlər və onu müdafiə edənlər onun çatışmayan cəhətlərini də bilirlər. Amma Avropada həyatın mənşəyi, insanın mənşəyi, ibtida ilə bağlı, elmi nöqteyi nəzərdən təqdim olunan yeganə nəzəriyyədir. Ondan imtina dinə qayıtmaqdır. İnsanlar dinə qayıtmamaq üçün, teist nöqteyi nəzəri təsdiqləməmək üçün, oradakı o materialist, ateist, elmi elitadan mən danışıram. Onlar bu təkamül nəzəriyyəsindən ikəlli yapışıblar. O, onlar üçün elmi nəzəriyyədən çox ideoloji nəzəriyyədir və onunla bir növ qarşı tərəfə təzyiq göstərirlər. Bu bir nəzəriyyədir, adı üstündədir. Onun bir çox müddiaları və iddiaları hələ isbatlanmayıbdır. Mən xüsusən də təkamülçü ateistlərlə qarşı tərəfin debatlarına baxmışam. Məsələn, onlardan biri Richard Dawkins.